2 dəfə ailəli olmusunuz. Bəli. 2 dəfə ailəli olmusunuz və 3 övladınız var. Uşaqlıqdan o musiqi istedad məndə var idi. Amma buna baxmayaraq mən futbolla məşğul olurdum. Professional futbolla. Hətta məşqçi də işləmişəm uşaq futbolunda. Yəni olub ki, uzun müddət görməmisiniz Bəli, övladınızı. əlbəttə ki, uzun müddət görməmişəm. 13 il hardasa görməmişəm. 13 il. Bəli. Mənim uşaqlıq illərindən təmirə, tikintiyə çox böyük həvəsim olub. Olur belə şeylər. Müğənnilər var ki, müəyyən məkanlarla çalışırlar və o məkanlara müəyyən faizlər ödəyirlər. Ona görə o məkanlar da... Bugünkü verilişimizin qonağı Nicat Cəfərzadədir. Azərbaycan Dövlət Televiziyasının solisti, mənim dostum, artıq mən də hamı kimi yaxın münasibətdə olduğum, ünsiyyətdə olduğum insanlara dost deyəcəm. Deyim dost. Denən, əlbəttə ki. Dost söz bir ağır sözdür axı. Mənə çox xoş düşən kimi insanla dostluq etmək. Ay, təşəkkür edirəm. Çünki görürəm ki, düzü bizim münasibətimiz var. Mütəmadi olaraq ünsiyyətdə oluruq. Kanalda çalışırıq. Eyni kanalda çalışırıq. Bayramlarda bir-birimizi təbrik edirik. Ad günlərimizdə. Yalnız dost sözü çox ağır sözdür. Dost sanki hər gün görüşməsə belə mütəmadi ünsiyyətdə olmalıdır, sirdaş olmalıdır, hər şeyi paylaşmalıdır. Dost içdən gələn bir hissdir. Mənim elə dostlarım var ki, mən onlarla bəlkə aylarla görüşmürəm. Mənim də illərlə görüşmədiyim dostlarım, amma bir müddət olub yaxınlıq. Amma yenə də onlar dostdular. Mən bilirəm ki, istənilən vaxt ona zəng eləsəm, hansısa bir işim düşsə və yaxud da hansısa bir nəsə bir problemi olsa, mən onun təmənnasız, o mənim təmənnasız yanımdadır. Bu dostdur. Onda bugündən dost oluruq. Dostuq. Neçə il səhnədəsiniz? Gələn il 2026-cı ildə artıq 20 il olacaq ki, mən professional səhnədəyəm. Professional səhnə fəaliyyətim də başlayıb 2006-cı ildən. O vaxt Space televiziyasında Azəristar televiziya müsabiqəsi keçirilirdi. Mən də bəxtimi sınadım. Getdim, neçə yüz nəfərdən 20 nəfər seçdilər. Kimsə istiqamətləndirdi, yoxsa? Bizdə ailədə musiqiçilər çoxdur. Ümumiyyətlə, anam, xalam, dayım, yəni musiqiçilər çox olub ailəmizdə. Uşaqlıqdan o musiqi istedad məndə var idi. Amma buna baxmayaraq mən futbolla məşğul olurdum. Professional futbolla. Hətta məşqçi də işləmişəm uşaq futbolunda. 13-14 yaşından etibarən mən və qardaşım futbola getdik. Bir neçə il oynadıq. Daha sonra 17 yaşlılardan Azərbaycan yığma komandasında da oynamışıq. O vaxt futbola o qədər də yaxşı baxmırdılar. Yaxşı baxmırdılar, biraz ağır səsləndiyində mən də yaxşı baxmırdılar. O mənada ki, biz pul qazana bilmirdik. Topları da özümüz alırdıq, formaları da özümüz alırdıq. Yəni, bu şeylər var idi o illərdə. Yəni, indi Qarabağın uğruna baxanda düşünürsünüz ki, bəlkə elə futbolçu olardım. Bəli, düşünürəm. Hətta futbolçu olmasaydım da məşqçi ola bilərdim. Çünki mən futbolu atandan sonra mənə öz müəllimim təklif elədi ki, gəl bizlə işlə məşqçi kimi, köməkçi məşqçi kimi. Təbii ki, mən gənc idim, 18-19 yaşlarım var idi. Amma uşaq futbolunda məşqçi kimi özümü sınadım və biraz müasir yanaşırdım. Müasirliyin nədə olur? Gənc olduğuma görə biraz müasir yanaşırdım. Məsələn, o vaxt belə VHS kasetlər var idi. Mən gedirdim, prokata götürürdüm onu. Müxtəlif dünya klublarının məşqlərinə baxırdım. Yadınızda da o vaxtlar 2006-cı, 2005, 2004-cü illərdə sosial şəbəkələr bu qədər inkişaf eləməmişdi. Yəni, bizim əlçatan deyildi o qədər də. Mən o zaman düşünürdüm ki, yalnız filmləri verirlər kirayəyə. Filmlər də var idi, başqa hansısa verilişlər də var idi. Verilişlər də hətta var idi. Var idi. Biz götürürdük, məsələn, İspaniyanın hansısa uşaq futbolunun klublarının məşqləri. Ona götürüb evdə baxırdım, onların bütün məşq prosesinə baxırdım və gəlib onu uşaqlara tətbiq eləyirdim. Və qıraqdan da çox gözəl görsənirdi. Çünki o illər üçün o qədər müasirləşməmişdi bizim yanaşmamız. Yəni, professional səviyyədə yanaşırdınız işinizə və düşünürdünüz ki, gələcəkdə də futbolçu olun. Bəli, düşünürdüm, amma məşqçi fəaliyyətimə başlayandan sonra artıq mən futbolla sağollaşdım, yəni oynamırdım. Yəni, bu qəti qərar necə oldu? Bir anda alındı. Bu qəti qərar əslində mən Azəristar televiziya müsabiqəsinə qatıldığımdan sonra oldu. Təsəvvür eləyin ki, mən sınaqlardan keçdim. O vaxt rəhmətli İlhamə xanım Quliyeva, ondan sonra
Vahid Əziz, Azərin, Faiq Sücəddinov bizim münsiflər heyətində otururdular. Onlar məni də seçdirdilər, təbii ki, neçə yüz nəfərdən 20-liyə. Və mənim professional səhnə həyatım başladı. Amma bununla paralel mən hələ məşqlərdən uzaqlaşmamışdım. Mən günortalar təsəvvür edin, gedirdim, məşqimi keçirdim uşaqlara, idman formasında falan. Axşam isə səhnə həyatı. Və müəyyən vaxt keçdikdən sonra gördüm ki, bunları bir yerdə aparmaq mümkün deyil. Bəs necə oldu seçim qarşısında qalanda musiqiçi, müğənni olmağı seçdiniz? Artıq başladım populyarlaşmağa. Yəni inanın ki, o vaxtlar üçün mənim artıq 20 yaşım var idi 2006-cı ildə. Bizdən gəlib avtoqraf alırdılar. Yəni o qədər populyar idik. Çünki insanlar televizora baxırdılar. O vaxt yenə deyirəm, sosial şəbəkələr bu qədər. Yəni deyirsiniz ki, indi baxmırlar. İndi az baxırlar. İndi biz televizora da hətta telefonda baxırıq. Yəni nə qədər acı səslənsə də bu reallıqdır, həqiqətdir ki, insanlar artıq televizora baxmırlar. Televiziya verilişlərinin populyarlığı sanki bir qədər kölgədə qalıb. Bəli, razıyam bu fikirlə. Amma təbii ki, televiziyada maraqlı verilişlər var. Bilirsiniz, kütlə müxtəlifdir. Müxtəlif yaş kateqoriyaları var. Müxtəlif beyində olan insanlar var. Evdar insanlar var. Məsələn, mən evdə televizora ümumiyyətlə baxmıram. Məndə boşuna divarda 2 dənə televizor var, ikisi də yanmır. Bəs ailə üzvləriniz? Ailə üzvlərim, uşaqlar multfilmə baxırlar çox vaxtı. Cizgi filmlərinə baxırlar. Sözümü nəyə gətirirdim, unutdum. Professional səhnə həyatı və idman. Bunlar uzlaşmadı bir-biri ilə, düz gəlmədi və mən uzaqlaşdım. Çünki populyarlığım var idi artıq, tanınırdım, insanlar tərəfindən sevilirdim, yaxşı mahnılar ifa edirdim Azərbaycan müsabiqəsində və beləliklə 2006-cı ildən etibarən mənim professional səhnə həyatım başladı. 2006-da neçə yaşınız var idi? 20 yaşım. 20 yaşınız var idi. Biz Nicatı bir müğənni kimi tanıyırıq. Yalnız onun ailə həyatı, övladları nə sosial şəbəkədə görürük, nə televiziyada görürük, nə bir qalmaqalını görürük. Yəni heç kəsin bostanına daş atmır, gündəmə gəlmək üçün heç bir şey etmir. Yəni müasir dövrdə gəlin reallığı danışaq ki, hər kəs bir qalmaqal etmək istəyir, populyarlıq qazanmaq istəyir, oradan qazanc əldə etmək istəyir. Övladları ilə belə gündəmə gələn müğənnilər var, olub da. Yalnız sizin ailə vəziyyətiniz bir qədər kölgədədir. Nəyisə bəlkə göstərmək istəmirsiniz, bəlkə nəyisə açıqlamaq istəmirsiniz, bəlkə burada açıqlamaq istəyərdiniz. Neçə övladınız var? 3 övladım var. Biri artıq böyükdür, digərləri balacadırlar hələ. Bilirsiniz, mən ailə həyatına heç vaxt gündəmə əslində imkanım olub gəlməyə. Çünki mənim biraz şəxsi həyatım belə keşməkeşli olub və imkanım da olub ki, onunla özümü reklam edeyim. Amma düşünmüşəm ki, bu mənə lazım deyil. Çünki təvəzzükarlıqdan uzaq olsa da mənim sənətim var, mənim öz tamaşaçım var, hansı ki, mənim sənətimə hörmətlə yanaşır, sevir və mən onlara ancaq mahnı, ancaq gözəl fikirlər, yaxşı verilişlərdə çıxışlar təqdim edirəm və bununla kifayətlənirəm. Axı sizi sevirlər, sizi sevənlər sizin ailə vəziyyətinizi bilmək istəyir, övladlarınızı görmək istəyir. Yəni hər kəsə maraqlıdır ki, onun belə deyim, fanatı olduğu insan, onun üçün populyar olan bir insanın görünməyən tərəflərini görsün. Düşünmürsünüz belə? Yox, heç vaxt düşünməmişəm. Bugündən etibarən artıq düşünün bu haqda. Böyük övladınızın neçə yaşı var? Artıq 18 yaşı var. Və münasibətiniz necədir? Normal, yaxşı. Dost kimisiniz, yoxsa? Düzdür, tez-tez görüşmürük. Vaxt baxımından, iş baxımından. Çünki ayrı yaşayırıq. Amma ki, ara-sıra görüşlərimiz olur. O da istedadlı bir gəncdir. Vokalla məşğuldur, ifa eləyir. Bir-birimizi təbii ki, çox istəyirik. Övladımdır da. Amma ki, görüşlərimiz az-az olur. Digər övladlarım balacadırlar hələ. Birinin 11 yaşı var, digərinin 7 yaşı var. Belə yaşayırıq. Buradan açıqlama verə bilərik.
yəni bilmirəm, istəsəz bu haqqda danışmayaq, istəsəz bu hissəni ümumiyyətlə kəsərik. Nə açıqlama? 2 dəfə ailəli olmusunuz. Bəli. 2 dəfə ailəli olmusunuz və 3 övladınız var. Və hər birini, yəni hər gün görməsəz də mütəmadi olaraq görüşürsüz, ünsiyyətiniz var. Amma necə olur ki, 2 dəfə ailə həyatı quran insan övladları ilə münasibəti yaxşı saxlaya bilir? Çünki adətən Azərbaycanda necə olur? Sanki həyat yoldaşından ayrılanda qadın elə bilir ki, uşaqlarla başlayır onu bir qədər şantaj etməyə, bir qədər göstərməmək üçün bütün əlindən gələn hər bir şey edir və bəylər də sanki xanımı cəzalandırmaq üçün uşaqlardan uzaq dururlar. Razıyam bu fikirlərlə, olur belə şeylər. Amma mən özüm atasız böyüdüyümə görə mən istəməmişəm heç vaxt bu səhvləri eləyim. Ona görə bacardığım qədər uşaqlarıma vaxt da ayırıram, kömək də oluram, dəstək də oluram. Maddi, mənəvi hər zaman yanlarındadır. Hər tərəfli və hiss eləyirəm ki, onlar da məni sevirlər, məni çox istəyirlər. Və düzdür, övladlara, indi kişilərdə belədir, övladlara gedən yol qadından gedir. Yəni, sən xanımını istəyirsənsə, sən mütləq uşaqlarını da istəyəcəksən. Və mənim həyatımda olan xanımı mən həmişə istəmişəm. Hörmət etmişsiniz. Hörmət etmişəm, ona görə uşaqlarımı da sevirəm. Düzdür, uşaq ayrı, həyat yoldaşı ayrı. Amma yenə də, sadəcə olaraq xanımlardan da çox şey asılıdır. Yəni, uşağı göstərməmək, uşaqla sanki cəzalandırır həyat yoldaşı. Bu düz deyil. Keçmiş həyat yoldaşı. Bu düz deyil. Amma olub da mənim ilk evliliyimdə başıma belə şeylər gəlib. Yəni, olub ki, uzun müddət görməmişsiniz övladınızı. Əlbəttə ki, uzun müddət görməmişəm. 13 il hardasa görməmişəm. 13 il? Bəli. Amma daha sonra... Yəni, qanuna başvura bilərdiniz amma? İstəməmişəm. Çünki artıq mən ailə həyatı qurmuşdum. Artıq öz həyatım var idi və o qədər dərinliklərə getmədim. Amma vaxt keçdi, ola bilər, gənc idim, düşünmürdüm bu haqda. Amma vaxt keçdi, o da biraz müdrikləşdi, yəqin fikirləşdi ki, düz deyil. İnsanlar da yaş getdikcə böyüyürlər, başqa cür düşünürlər. Mən özüm 20 il bundan qabaq belə düşünmürdüm, 10 il bundan qabaq belə düşünmürdüm. İndi başqa cür düşünürəm. O da fikirləşdi ki, görüşmək lazımdır yəqin ki, uşaqla. Uşaq da artıq böyüdü, istədi, can atdı ki, görüşək falan və belə görüşlərimiz baş tutdu. Belə deyək, illər sonra ilk addımı kim atdı? Keçmiş yoldaşınız. Bəli. İstədi ki, övladınızla görüşəsiniz. Əslində qalsa çox gözəl bir addımdır, belə deyək, xanımınız tərəfindən. Bir qədər gec olmuş olsa belə, yəni bu heç olmaya bilərdi. Elə insanlar var ki, bir ömür boyu valideynlərini görmürlər, ayrılıq olandan sonra və uşaq travma yaşayır, ağır fəsadlar olur psixoloji baxımından. Eləcə də ailə həyatı quranda ailəsi ilə də problemlər yaşayır, çünki atası yanında olmur. Bu, mən düşünürəm ki, bəzi müsəlman ölkələrində belədir. Biz Avropada yaşasaydıq, bunları yaşamazdıq. Çünki insanların biraz ailəyə bağlılığı bizdə başqadır. Atasız övlad, anasız övlad və yaxud da hər iki valideynə məhrum olunmuş övlad sanki yarımçıl qalır, sanki həyatda özünü istədiyi kimi tapa bilmir. Onlar bir qədər həm güclü olmaq məcburiyyətində qalırlar, həm də özlərini güclü göstərmək məcburiyyətində qalırlar. Yaxşı olar bundan sonra düşünürəm. Şükür Allaha, bu çünki siz də gəncsiniz, övladlarınız uşaqdır. Əlbəttə bu günə şükür etmək lazımdır. Allah heç bir övladı ümumiyyətlə valideynsiz qoymasın. İndi həyatdır, ayrılıqlar da olur. Amma yenə də o kontrastı qoruyub saxlamaq lazımdır ki... Heç kəs heç nədən sığortalanmır. Bəs toy bazarı necədir? Toy bazarı yaxşıdır. Yaxşıdır. Kim ki deyir pisdir, onlarda nəsə bir problem var, yoxsa nə ilə bağlıdır? Bu bazara girə bilmir. Bilirik ki, yəni biz belə kəskin keçid etdim bəlkə də. Toy bazarda keçdim kitablardan sonra, yollar haqqında danışdıqdan sonra. Amma indi ağlıma gəldi ki, yəni toy bazarı Azərbaycanda ən aktual pul qazanılan yerlərdən biridir. Orada vəziyyət necədir? Tam səmimi olaraq qazanc əldə etmək olar? İşləyən adam üçün ümumiyyətlə həmişə qazanc var. Əgər sən işləyirsənsə, çalışqansansa,
sən hər bir sahədə hansı işlə məşğul olursan ol, orada sən uğur da qazanacaqsan, pul da qazanacaqsan. Bizdə isə toy bazarı belədir ki, müxtəlif kateqoriyalı, mən belə deyərdim, müğənnilər var. Bu toy sisteminin içində. Bazar deməyək, çünki yəni müğənnilərin dili ilə dedim, çünki onlar adətən toy bazarı deyirlər, bəziləri şikayət edir, bəziləri çox razıdır. Deyirlər ki, sanki toya gedən xüsusi müğənnilər var, belə deyim, rəqəm olaraq deyə bilmərəm təbii ki, indi. Onlardan başqa sanki kimsə qoymur bunları toy bazarına, yenə də bayağı səslənsə də belə deyəcəm, qoymur bunları girməyə. Olur belə şeylər. Müğənnilər var ki, müəyyən məkanlarla çalışırlar və o məkanlara müəyyən faizlər ödəyirlər. Ona görə o məkanlar da ora qonaq gəlib toy etmək istəyəndə məcbur qalırlar ki, həmin müğənnilər dəvət olunsun. Dostluq əlaqələri yəqin burada. Dostluq, tanışlıq, təbii ki, bu işlər həmişə olub və bundan sonra da olacaq. Mən bu şeylərə normal baxıram. Hamı pul qazanmaq istəyir. Amma ki, hər bir fərdi müğənni indi sosial şəbəkələrdən danışaq da, Instagramında, Facebookunda öz təbliğatını, düzgün şəkildə aparmalı. Düzgün şəkildə aparsa, təbii ki, tamaşaçı da görəcək də, o istəyəcəksə onu yenə də dəvət edəcək toylara. Mən narazı olmamışam heç vaxt. Hərənin də öz kütləsi var, tamaşaçı kütləsi var. Məsələn, siz mənim o Instagram səhifəmə baxsaz, mən daha çox verilişlərdən paylaşımlar eləyirəm. Mənim paylaşımlarım çoxsu bəstəkar mahnılarıdır, bəstəkar musiqilərdir. Mənim səhifəmə baxan bəlkə də deyər ki, bu heç toy müğənnisi deyil. Nadir halda görürəm, paylaşım edirsən. Düzdür, var toylardan da, amma səliqəli, zövqlü şəkildə, yaxşı seçilmiş mahnılar. Təbii ki, biz toyda hər şey oxuyuruq. Biz, demirəm mən bayağı mahnıları oxuyuram, xeyr. Məni toyuna dəvət edən insanlar heç o mahnıları istəmirlər də. O mahnıların pərəstişkarı da deyirlər. Amma olur bəzən qonaqlar ki, hansısa bir musiqilər, bayağı mahnıları falan istəyirlər. Biz təbii ki, onların başqa nə cürsə istəklərini yerinə yetiririk. Amma bu o demək deyil ki, biz ancaq klassik estrada oxuyuruq, bəstəkar mahnıları oxuyuruq. Toyda bütün xalq mahnıları, milli musiqilərimiz, hər bir şey səslənir. Yəni müştəri nə istəyirsə nəzərə alırsınız hər zaman. Təbii ki, müştərinin istəyinə uyğun toylarını idarə edirik və şükürlər olsun ki, işlərimiz də yaxşıdır. İndi olur da bəzi Azərbaycanda aylar var ki, o işlər olmur. Bəli. Normal qəbul olunur. Normal. Biz pandemiyadan çıxmış insanlarıq. Pandemiyada ümumiyyətlə heç kimin işi yox idi. Sağ-salamat həyatımızı yaşadıq. Heç kim acından ölmədi. Heç kimə hansısa bir başqa zərbələr olmadı. Şükür ki, salamatıq, sağıq. Yəni bu günümüzə də yenə şükür etmək lazımdır. Bəli, mən ümumiyyətlə hər günümə şükür edirəm. Və səbirli insanam. Hansısa istəyimin hansısa bir vaxtda reallaşmasını görməyəndə mən fikirləşirəm ki, indi bu olmamalıdır. Yəqin bunun öz vaxtı var. Bir səbəbi var. Səbəbsiz ümumiyyətlə nəticə yoxdur. Mən də tam razıyam bununla. Bəzən insan nə isə istəyir, həmin istəyə görə mücadilə aparır, mübarizə aparır. Yalnız qismət, qədər deyə bir şey var. Əgər sənin qədərin deyilsə, ona görə çox mübarizə aparmamalısan. Hardasa durmağı bacarmalısan ki, yeni yollar açılsın. Bəli, tamamilə razıyam. Sosial şəbəkə demişkən, yayda səhv etmirəmsə, Nicat bir paylaşım etdi. O paylaşımda arxa fonda bir ev var idi, tikili var idi və mən düşündüm ki, Nicat yeni ev tikir. Necə yadımda qalır? Nicat yeni ev tikir və verilişimiz başlamazdan öncə mən Nicata sual verdim. Ev bitdi, dedi bitdi. Dedim mübarəkdir, dedi mənim evim deyil. Nicat, nə məsələdir? Mən ümumiyyətlə uşaqlıq illərindən tikintiyə böyük həvəsim olub. Bu şeyləri təbii ki, çox yerdə danışmaq olmur. Yəni, elə bir efirlərə həmişə dəvət alırıq ki, orada ancaq musiqidən, mədəniyyətdən, incəsənətdən danışırıq. Bu verilişdə isə rahatdır deyənə hər şeydən danışmaq olar. Ona görə mən də danışacağam. Danış. Mənim uşaqlıq illərindən təmirə, tikintiyə çox böyük həvəsim olub. Bizdə evdə hansısa bir alət, nəsə xarab olanda mən onu özüm düzəltmişəm. Baxmayaraq ki, 9 yaşım olub, 8, 10. Yəni, açmışam, hansısa bir ütü xarab ola bilər, onu açmışam, düzəltmişəm və görmüşəm ki, alınır. Daha sonra müəyyən illərdə bizim qonşularda, məsələn, kimdəsə evində təmir gələndə mən həmişə gedib stolanın yanında dururdum
baxırdım ki, mənə çox maraqlıdır da, bunlar nə iş görürlər. Arada hansısa mənə də bir iş buyururdular ki, bunu da sən elə. Belə mən başladım və inanın ki, artıq işlər götürməyə başladım. Uşaq olmağıma baxmayaraq. Nə kimi işlər? Nə kimi istəyirsiniz? Yəni, mən o şkatur vururlar deyir, onu da eləyirəm. Hörgü də hörürəm. Malyar işi də görürəm. Kafel metlaq da vura bilərəm. Həm futbolçuyam, həm müğənniyəm. Yəni ki, əgər hansısa bir işi mən sevirəmsə, onun öhdəsindən gəlirəm. Və bir onu da deyim ki, o da yadımdadır. O vaxt Azərbaycana o plastik borular təzə gəlmişdi. Və onun xüsusi bir belə aləti var idi. Yapışdırırsan, qızdırırsan. Mən onu almışdım. Və o santexnika işlərini gedib kimisə işin evində iş götürürdüm, o işləri görürdüm. Və yaşda böyük olan ustalar gəlib mənim başımın üstündə dururdular, məndən o işi öyrənirdilər. Və mənə deyirdilər ki, bu iş deyil, bu çox getməz, bu plasmaslarla. Ən yaxşısı elə o Sovet dövrünün o dəmir boruları falan, elə odur. O da əziyyətli bir iş idi, ona rezbə açırdılar dəmirlə, çox əziyyətli iş idi. O vaxtda hamıda dəmir boruları idi. Mən deyirdim, yox, vaxt gələcək, bu sistem olacaq hər yerdə. İndi o dəmir boru falan yoxdur. Və o ustalar gəlib mənim başım üstə, məndən o işi öyrənirdilər ki, mən necə o sistemi qururam. Daha sonra artıq böyüdüm, bu səhnə həyatı falan, mən artıq gedib kimin evində işləyərəm, iş görərəm. Amma iş götürürsünüz, belə başa düşdüyüm, sifarişlə, biz komanda şəklində çalışırsınız. Bəli, komanda şəklində götürürük işi, dizaynını falan veririk və təmir, tikinti işlərini görürük. Mən əminəm ki, bugünkü verilişdən sonra Nicatı başqa istedadlarını mı deyim, başqa tərəfini gördü insanlar. Təbii ki, mənim ətrafım, mənim yaxınlarım, məni yaxından tanıyan insanlar bütün mənim bu işlərimdən agahdılar, bilirlər. Sadəcə olaraq indi tanımayan tamaşaçılar da var ki, ancaq məni belə müğənni kimi, ifaçı kimi tanıyırlar. Onlar da bundan sonra görüb sifarişlərini verə bilərlər. Toydan qabaq təmir işlərini gördülərlər, sonra da toya dəvət edirlər. Maraqlıdır. Biz bundan sonra işləri götürəndə belə götürəcəyik. Necə? Əvvəl bəygəlinin evini təmir edirik, sonra toylarını idarə edirik. Yox, belə eləyək də. Nişanı sən idarə eləyirsən, nişanda deyirsən ki, toya hələ bir müddət var. Nişanda elan edirik. Elan eləyirik, ev tikirik, sonra o ehtimalda gəlir. Amma mən reklam eləmirəm heç vaxt bu işləri. Niyə? Nə bilim, çünki ancaq ətrafıma, tanıyan məni adamlara bu işləri görürəm. Tanış nə qədər ola bilər? Çoxdur mənim tanışım. Çoxdur? Yəni hamının evini siz tikmisiniz belə deyək. Əsas ev yıxılmasın, ev tikilsin. Pulu olanların, hamının yox. Yəni bir müddətdən sonra tükənəcək də bu tanışlıq, dostluq, əlaqələr. Günü-gündən artır hər gün əlaqələr. insan ev tikər? Hə, əlbəttə ki. Eyni anda 5 dənə ev tikə bilərsən. Yəni Nicat burada demək istəyir ki, ehtiyacım yoxdur əlavə müştəriyə. İzləyicilərimiz müraciət etməsinlər, toy sahibləri müraciət etməsinlər. Mənə toyla bağlı, nişanla bağlı, tədbirlə bağlı müraciət etsinlər, kifayət eləyir. Yəni neçə gün öncədən sifariş gəlir adətən toyla bağlı? Toyla bağlı neçə ay öncədən gəlir? Neçə gün dedim mən, aydır əslində, düzdür. Hə, neçə ay öncədən gəlir. Çünki günlə gəlsə, bilirsiniz, bir çox insanlar ümumiyyətlə, məsələn, mənə elə bax bugün zəng gəlib səhər. Bir nüfuzlu insandır, deyir, bizim ailədə ilk xeyir işidir, bizim heç nədən başımız çıxmır və biz istəyirik, siz bizim məclisimizi idarə eləyəsiniz. Tarixi soruşdum, dedi falan tarix, qismətdən falan tarixdə biz boş idik. Yəni, insanlar bəzən gecikirlər, elə bilirlər ki, bir həftə qalmış, biz həm müğənnini, həm dekorasiyanı, həm restoranı, bütün toya qalan bu hisslər, əgər pulumuz varsa, bir həftəyə, 10 günə biz bunları hamısını həll edə bilərik. Amma elə deyil. Bax, buradan deyirəm bütün tamaşaçılara, işinizi bərk tutun. Aylar öncə həm restoranınızı bron etməlisiniz, həm toyunuzu idarə eləyəcək ifaçını aylar öncə bron etməlisiniz. Çünki həmin tarixə ola bilər ki, qismət olmasın. Kimsə qabaq düşə bilər. Hər şey vaxtında etmək lazımdır. Vaxtında və bir neçə ay öncə. Öncədən. Bəli. Mən idarə etdiyim bütün toyları, yəni oxuduğum bütün toyların aparıcılığını da özüm eləyirəm. Səbəb? Səbəb odur ki, məndən yaxşı bu işi mənim idarə elədiyim toyda görən adam olmayıb.
Demək, buradan aparıcıların bostanına daş atdı. Daş Nicat. atmıram. Çünki Azərbaycanda toy sferasında yetəri qədər populyarlıq qazanan, sevilən müəyyən aparıcılar var. Hamıya da hörmətlə yanaşıram. Hamının sənətinə. Yəni siz onlardan yaxşı toy aparırsınız. Sadəcə olaraq o məsuliyyət ki var həmin toyda. Baxın, ev sahibi gəlir, mənlə görüşür. Bir çox müğənnilər ev sahibi ilə görüşmür. Köməkçisini göndərir. Müğənni gəlir toya, toy günü tanış olur ev sahibi ilə, nə olacaq proqramda, onun hamısını köməkçisi yazır, gətirir ona ki, bax, bəy gəlinin adı budur, filan kəslərə söz veriləcək, filan musiqilər olacaq, bu olacaq. Mən bu sistemlə işləmirəm. Bilirsiniz niyə? Mən bu sistemlə işləsəm, çox süni bir iş alınacaq. Bəs necə olur sizdə? Mən özüm görüşürəm ev sahibi ilə, istər valideynlər, istər bəy gəlin, görüşürəm, onlarla otururuq. Həm sənin ortam toydan bir neçə gün öncə. Əlbəttə ki, toydan qabaq, toydan bir neçə gün öncə. Otururuq, bir stəkan çay içirik, söhbət edirik. Mən onların psixologiyasını anlayıram. Mən artıq bilirəm ki, o 1 saat, yarım saat görüş ərzində bu insanlar necə istəyirlər ki, bunların toyları keçsin. Hansı musiqilər səslənəcək orada. Mən o işin içinə tam girirəm və ondan sonra o toyu mənə idarə etmək həm aparıcı kimi, həm müğənni kimi çox rahat olur. Çünki mən artıq bunların xasiyyətinə də bələdəm, onların zövqlərinə də bələdəm və bilirəm ki, harda olar nəsə demək, harda olmaz nəsə demək. Bütün bu işin içinə girəndən sonra mən bu işləri tam peşəkarlıqla görürəm. Amma mən toya aparıcı dəvət eləyəndə, o aparıcı toy günü tanış ola bilir ancaq. O aparıcı gəlib mənlə 3 gün, 5 gün qabaq görüşməyəcək. 3 gün, 5 gün qabaq aparıcı ilə gedə bilərsiniz. Olub belə şeylər. Təklif eləmişəm. Gəlməyiblər. Bu indi vaxtım yoxdur, sabah vaxtım var. Axşam vaxtım yoxdur, günorta vaxtım var. Amma mən o 5 nəfər, 6 nəfər, 3 nəfər, 4 nəfər ev sahibinin necə uzada bilərəm vaxtını. Ona görə mən onlara uyğun addım atıram. Yaxşınca bəhanə eləmə. Uzat. Bəs heç biri bəhanə. Problem yoxdur, mən gələ bilərdim 4 gün qabaq, bəhanə edirsən. Mən bundan sonra deyəcəm. Niyə lazım deyil? Gələcəksən. Yəni mən işin ümumiyyətlə gedişindən danışıram. Amma mən sizi anladım. Siz deyirəm. Və aparıcılıq eləyib toy oxumaq o qədər çətindir ki, inanın Allaha. Mən onu deyəcəyəm. Çünki bəzi müğənnilər var ki, deyir aparıcı olmadan əsla və əsla mən toy apara bilmərəm. Çünki yoruluram. Çünki səsim yorulur, dincəlirəm. Yorulursan, səsin yorulur. Bir ab-havadan o biri ab-havaya keçmək çox çətin olur. Yəni aparıcılıq başqa, ifa başqa. Yəni bu roldan o biri rola girmək çox çətindir. Amma mən bütün bunları bacarıram. Çünki mən aparıcı kimi də işləmişəm müəyyən kanallarda, televiziya kanallarında verilişlərim olub. Azərbaycan televiziyasının Teleradio Akademiyasını bitirmişəm. Müəyyən insanlardan, dəyərli diktorlarımızdan dərs almışam. Mənim üçün aparıcılıq çox rahatdır. Və bəzən elə toylar olur ki, mən ora sırf aparıcı kimi gedirəm. Məsələn, elə də olur. Əlbəttə ki, mənim bir çox sənət dostlarım var, müğənnilər. Onlar da özlərini aparıcı aparırlar toylara. Mənə müraciət edirlər ki, həmin günü boşsansa biz səni dəvət edirik. Mən gedirəm, o oxuyur, mən sırf aparıcılıq edirəm. Onu bilmirdim. Hə, görürsünüz. Burada Nicatı biz tam başqa tərəflərini kəşf etdik. Həm aparıcıdır, həm futbolçudur, həm konsertlər aparır. Təmir işlərinə baxır, həm müğənnidir. Yəni bacarırıq da bu işləri. Bir Sovet filmi yadıma düşdü. Yəqin ki siz Qafqaz əsəri. Orada bir söz var idi. İndi yanlış deyil. Qafqazka plenitsada, hə. Bəli. Orada deyir. Hansı epizod? Gözəl. Sonra nə deyir orada? Krasavitsa, komsomolka, nəsə belə bir şeylər. Nakoniec-то komsomolka. O söz yadıma düşdü. Yəni türklərin də bir sözü var. 5 barmağında 5 marifət. Maşallah. Maşallah. Yəni bilirsiniz, mən əgər bunu bacarmasam, mən eləmərəm heç vaxt. Mən bacardığım işi görürəm. İndi gəlin bir qədər ciddi danışaq. Nicatla əlbəttə ki, münasibətimiz biraz bəlkə də izləyicilər başa düşər ki, bizim səmimiyyətimiz var, münasibətimiz var. Çünki verilişlərdə dəfələrlə dəvət etmişik. İndi tək deməyim, biz komanda şəklində çalışırdıq. Orada gələndə hər müğənni
bu qədər rahat şəkildə ünsiyyətə girə bilmirdi aparıcı ilə. Mən təəccübləndirdim ki, nə gözəl danışdı, nə gözəl diksiyası var. Mənə çox rahat olurdu. Amma bəzən müğənnilər verilişə gələndə verilişdən öncə deyirdi ki, mənə sual verməyin də nə olar, qonaqlarla danışın. Mən danışmaq istəmirəm. Müğənnilər deyirdi, mən danışa bilmirəm. Mən də deyirdilər ki, elə olmaz. Müğənni ilə mütləq danışmaq lazımdır. Heç olmasa bir-iki sual ver. Sual verirəm, mənə baxır və tam aidiyyəti olmayan cavab verirdi. Danışmaq istəmirdi, çəkinirdi. Onu sonra deyərəm. Bəzi müğənnilər var idi. İfaçı var ki, gözəl səsi var, gözəl avazı var, amma danışmaqla arası yoxdur. Ona ancaq qulaq asasan. O danışsa, sən ona heç qulaq asmaq da istəməyəcəksən. Bəzi insanlar var, danışanda kompleks keçirirlər. Hardasa yanlış danışaram, səhv başa düşərlər məni. O da olur. Yəni ona görə müğənnilərin çoxusu toyda aparıcı aparır özü ilə. Çünki danışa bilmirlər. Öz fikirlərini, bazaları yoxdur. Öz fikirlərini sona qədər bildirmirlər. Bizdə elə tədbirlər, elə toylar olur ki, onun əvvəlinə baxırsan ki, elə bir hansısa bir rəsmi tədbirdəsən. Sən orada dövlətdən, dövlətçilikdən danışmalısan. Sən orada geridə qoyduğumuz vətən müharibəsindən danışmalısan, şəhidlərimizdən danışmalısan. Yəni bütün bax bu şeyləri sən danışmalısan. Tekst hazırlamalısan və mən heç vaxt oxumuram üzdən. Mən bədahətən. Bəli, ola bilər hansısa cümlələri öncədən hazırlayım ki, yəni bilim də ki, söhbət nədən gedir, nədən danışım. Amma ki, çox müğənnilər bunu bacarmırlar. Ona görə də özlərini aparıcı aparırlar. Yorulmaq bir kənara, o da var. Aparıcılıq eləyib toy oxumaq çətindir, razıyam. Amma bir çox müğənnilərimiz özləri ilə, hətta elə ifaçılar var ki, deyir ki, əgər mən aparacamsa həm də toyu, mən qanararı daha artıq alacam sizdən. Amma məndə bu da yoxdur. Xeyr. Məndə stabil qanarardır. İstəyirsiniz aparıcı dəvət edin kənardan, istəyirsiniz mən aparım. Burada məbləği demək olar? Yox. Sirdir, yaxşı mənə deyər. Sir deyil əslində, amma ki, nəyə lazımdır? Məncə də. Dedim də bəlkə nicat deyər. Çünki bilirsiniz, mən heç vaxt heç kimin könlünü qırmıram. Elə insanlar olur ki, bir də gördü, zəng eləyir. Baxırsan ki, istəyirsən olasan onun toyunda, amma bəlkə də maddi durumu yol vermir. Mən qırmıram, mən razılaşıram insanlarla. Bəzi müğənnilər var ki, soruşanda məbləği deyirlər, fiks məbləğ. Yalnız həqiqəti öyrənəndə düşünürsən ki, bu niyə qiyməti artırdı? Sanki öz qiymətini qaldırmaq istəyir. Yəni, bəlkə də, bilmirəm, mənlə rahatlıq tapır. Yəni, bilmirəm, burada başa düşdü, söhbət nədən gedir və yaxud da kimlərdən gedir. Yəni, əgər fiks məbləğ deyilirsə, onu cüzi şəkildə qiymətin indirmək olar. Yarı-yarıya yox. Yarı-yarıya yox. Bilirsiniz, bizim toya getdiyimiz qanarar tək bizim deyil. Bizim arxamızda görün nə qədər çalışan insanlar var. Səs rejissorları var, səs avadanlığın kirayəsi var, musiqiçilər var. Ondan sonra köməkçilər var. Biz baxırsan ki, bir toya gedirik, 14-15 nəfər insan çalışır orada. Və bizim söylədiyimiz qanararı oturub elə 14-15 nəfərə bölsəz, görərsiniz ki, orada qazanc o qədər də çox deyil. Yəni, hamının kifayət qədər qazanacağı məbləğ var, təbii ki. Amma bəzən insanlar fikirləşir ki, bu baha qiymətlidir. O bir nəfərə çatmır o pul. Orada o qədər insanlar çalışır, o qədər adamlar. Evdə çörək aparır, belə deyək. Əlbəttə ki. Ona görə hər şey göründüyü kimi deyil. Musiqiçilər də peşəkar musiqiçilərdir. Musiqiçilərin də öz qanararları var, fərqli. Musiqiçi var, bu qiymətə gedir. Musiqiçi var, biraz artıq qiymətə gedir. Mən heç vaxt o aşağı, deməyim səviyyəli, biraz zəif musiqiçilərlə işləmirəm. Neçə ildir eyni musiqiçilərdən işləyir? Eyni ansambl dəyişilməyib. Xeyr. Olur arada bəzən dəyişir hansısa musiqiçilər, amma hamısı dostlarımızdır. Yenə də yəni bizim işlərimiz olanda müraciət eləyirik, gəlirlər. Amma 8 ildir demək olar ki, məsələn, ansamblimin rəhbəri eynidir. Digər musiqiçilərin çoxusu hamısı eyni musiqiçilərdir. Biz verilişlərə çıxırıq. Əziyyət çəkirik axı. Biz məşqlər eləyirik, yığışırıq, vaxtaşırı hansı repertuar hazırlayırıq, istər veriliş, istər toy üçün. Yəni, bunları hamısını elədikdən sonra, ansambl dağılandan sonra sən yenidən kimdənsə bunları hamısını eləməlisən. Bu vaxtdır, bu maddi sərfiyyatdır. Ona görə şükür Allaha dostlarımız da elə bir insanlardır ki, maddiyyat tərəfə qaçmırlar.
Dostluğumuz var, həm də bir yerdə Həm də işləyirik. keyfiyyətli məhsul ortaya gətirməyi də hər kəs bacarmır. Və bəzi müğənnilər var ki, onlar komanda üzvlərini bir-bir çəkirlər və paylaşırlar. Hətta bəziləri ilə dostluq münasibətləri də var. Özlərini sanki deməyim, bunu reklam da demək olar. Görünməyən tərəflərini göstərirlər. Bəzən gözə pərdə asırlar, olmadıqları kimi olurlar. Çünki hər kəs bilir ki, sosial şəbəkə göründüyü kimi deyil. Yəni insanlar daha doğrusu özün göstərdikləri kimi deyirlər. Bəli, razıyam. Və biz Tam onu çox yaxşı başqa görürük. həyatdır, tam başqa münasibətdir. Bilirəm, misal üçün bir toyda görünür ki, bir müğənni ansambl üzvü ilə münasibəti çox pisdir. Dalaşır və onu hətta uzaqlaşdırmaq istəyir, yerinə adam tapmır. Bir gündən sonra sosial şəbəkədə onunla qucaqlaşıb, söhbət eləyir, güya mehribandır, dostdur. Və mən soruşuram ki, düzəldi, barışdınız? Deyir ki, yox, yerinə adam axtar. Mən çox təəccüblənirəm insanlara. Bəlkə də zəmanə adamı deyiləm, bəlkə də düşüncə tərzim indiki dövr üçün uyğun gəlmir. Yəni elə insanlar var ətrafımızda. Bilirsən, birinci şəxsiyyət olmalısan. Söhbət kişidən gedirsə, birinci kişi olmalısan. Ondan sonra digər məsələlər öz yerini tapmalıdır. Yəni ilk olaraq insan gərək şəxsiyyət olsun. İnsan vicdanlı olsun. İnsan burada dediyini orada da deyə bilsin. Burada başqa şey deyim, gedim o tərəfdə başqa bir şey deyim, belə bir şeylər olmasın. Və biz də şükür Allaha bu işin içindəyik və bilirik kim kimdir, kim hara qədərdir. Bu sferada dostluq var? Var. 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 Əsl dostluq. Var. Mənim musiqiçi dostlarım var ki, mən onlarla ailəvi dostluq edirəm. Bəs müğənni? Müğənni dostlarım da var. Onlarla ailəvi dostluq edirəm. Mənim xarakterimdə olan insanlardır. Biz bir-birimizə nə olsun ki, indi deyirlər, müğənnidir, musiqiçidir, biraz belə başqa cür baxırlar. Xeyr. Mən ona görə deyirəm, birinci şəxsiyyət olmaq lazımdır. Sən şəxsiyyətsənsə, sən istəsən müğənni ol, istəsən başqa sahədə çalış, eyni olacaqsan. Şəxsiyyət olmasan, o xoşlamıram o sözü, kişiliyin olmasa, sən hər bir sahədə o boşluqları buraxacaqsan. Fərqi yoxdur, müğənnisən, musiqiçisən və yaxud da çilingərsən. Yəni insan olmaq lazımdır ilk növbədə və kişi sözünün ağırlığını biz bir başqa cür qəbul edirik. Kişi sözü deyə bir anlayış var. Bəli. Kişi sözün deyirsə biz düşünürük ki, bunu həyata keçirməlidir, bunu yerinə yetirməlidir və o sözün ağırlığı altında əzilməməlidir. Əgər öhdəsindən gələ bilməyəcəksə, öncədən deməməlidir və yaxud da hər hansı bir problemə görə bunu həyata keçirə bilmirsə, heç olmasa üzr istəməyi də bacarmalıdır. Mütləq. Çünki biraz zəmanə sözünü sevmirəm. Bizim zəmanədə belə idi, gələcək nəsil elə Əslində olacaq. belədir də. Amma Əslində 90-cı belədir. illərdə böyüyən Yaşayırıq. uşaqların düşüncə tərzi ilə indiki uşaqların düşüncə tərzi. Çünki yeniyetmələri görürəm, gənc müğənniləri, gənc aparıcıları tam başqa cür baxırlar həyata. Razıyam. Onlar bəlkə də bizdən bir addım, yox bir neçə addım öncəni görürlər. Biraz eqoları qabarıqdır. Mənfi və müsbət tərəfləri var. Qızıl ortanı tapsalar, düşünürəm ki, onlar bizdən xoşbəxt olarlar. Yəqin yaşları keçər, düzələrlər. Deməzdim ki, hər kəsin bir qüsuru var, bir səhvi var. Sanki biz uşaqlıqda çox danlanmışıq, bəzilərimiz döyülmüşük Bəli. və uşaq danışmaz, uşaq sözünü deməz, yeri deyil, sonra deyərsən. İndi uşaqlara bunu demirlər deyə gənc müğənnilər sanki bir-iki dəfə səhnəyə gələndən sonra hər kəs özünü ulduz hiss edir. Razısınız mənə? Razıyam. Bizim o vaxtı mənim məktəbdə sinif rəhbəri mənim qulağımı elə dartmışdı ki, az qala qulağım yerindən çıxacaqdı. Mən gedib onu evdə demirdim. Və heç bir problem olmurdu. Və mən onun ən sevdiyi şagirdlərindən biri idim. Amma indi biz bunu görəndə pis təsir eləyir. Yaxşı demirdiniz, valideyn onda uşağı döyürdü. Uşağı döyürdü, müəllimə yenə heç nə demirdi. Yəni Deyirdi, sən nə etmisən ki, müəllim səni döyüb, cəzalandırdı. Müəllimin tənbihi falan, yəni başqa cür idi. Müəllim müqəddəs idi. Bəli. Yəni biz bunları yaşamışıq da, amma indi hər yer kameradır. Heç kim icazə vermir ki, bir uşağına kimsə barmaqla toxunsun, dünyanı dağıdır, söhbət gedir, hüquqi tərəflərə çıxır, kimsə cəzalanır. Uşağı döymək əlbəttə biz onun burada təbliğatını qulağımızı hamı dartıb da, valideynlərimiz də dartıb. Nə olar ki? Qulaqda elə sinirlər var ki, ümumiyyətlə beyinlə əlaqəlidir. O qulağı dartmaq da elə belə bir şey deyil. O insanı ağıllandırır.
Yəni Bilirsiniz? desin Çin təbabətində belə bir şey var. Bəli, Çin təbabətində var. Hətta o balaca körpə qız uşaqlarını qulağını yaşı az olanda deşmək də məsləhət deyil. Orada müəyyən kapillarlar, damarlar var ki, onlar zədələnə bilər. Qulaq beyinlə əlaqəli bir orqandır, belə deyək. Və onu adi masaj da eləyəndə o çox yaxşı insana təsir eləyir. Və qulağı dartanda da o ağıl məqsədindən ki, biraz ağıllı ol. Oxalayım da, ağıllı ol. Əslində bunlar hamısı o vaxtdan gələn şeylərdir və düzgün şeylərdir. Yəni bizi necə cəzalandırıblarsa, biz indi onun fəsadlarını yox, xeyrini görürük deyirsiniz. Bəli. Təşəkkür edirik. Yəni dünyasını dəyişən müəllimlərimiz varsa rəhmət diləyirik. Sağ qalanlara da Allah can sağlığı versin. Məkanımız necədir? Çox gözəl, çox əla. Qəşəngdir. Buranın adı nədir? Vera Studio. Veromedia. 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 Çox rahat ab-havası var. Aurası yaxşıdır. Və şəhərin mərkəzindədir, amma sakitlik çox, yəni fərqlidir bu sakitlik. İnsan rahat şəkildə düşündüklərini söyləyə bilir, deyə bilir, danışa bilir. Çox əla. İşıqlandırma. Zövq aldım. Rejissorumuz necədir? Rejissorumuz da əla. Bayaqdan bizim bütün kaprizlarımıza dözür. Və mən də düşünürəm ki, bizim həmkarlarımız, həm Nicatın həmkarları, həm mənim həmkarlarım və ümumiyyətlə Instagram, sosial şəbəkədə özünü tanıtmaq istəyən, brendini tanıtmaq istəyən insanlar burada rahat şəkildə çəkilişlərini edə bilərlər. Çox rahat şəkildə. Hətta çay da verirlər. Çay da verirlər. Biz icazəsiz şokolad yedik. İcazə almamışdıq, amma eybi yox. Yox, mənə o özləri gətirib verir. Özləri gətiriblər, amma mən keçən dəfə gələndə mənə verməmişdilər. Eybi yox, danışarıq o haqda. Belə. Bitirək. Mən artıq bugündən Nicata həmkar da deyəcəm. Çünki Nicat həm də aparıcıdır. Nicatın bütün istedadlarını buradan üzə çıxartdı. Bildik 3 övladı var. Allah saxlasın. Təşəkkür. Allah qorusun. Çox sağ ol və sağollaşaq. Sağollaşaq. Bizi izlədiyinizə görə sizə təşəkkür edirik. Səmimi olduğuna görə mən sənə təşəkkür edirəm. Çox sağ ol. Və sizə də təşəkkür edirəm. Çox sağ olun. Bizimlə qaldınız. Bizimlə qalın. Düşünürəm ki, maraqlı olacaq. Stulu tərpətdim balaca uşaq kimi. Sanki bir yerdə dura bilmirəm. Mən bir yerdə oturmağı çox sevmirəm. Amma səninlə rahat şəkildə oturub söhbət etdim. Bir daha təşəkkür edirəm sənə. Sağ olun, bizi izlədiniz. Bizimlə düşünürəm ki, bu vaxt boş vaxt etkisi olmadı sizin üçün və yenidən hər birinizlə görüşmək ümidi ilə sağollaşıram. Hələlik. Salamat qalın. Sonra salamlaşacağım, indi söhbət eləyək. Axşam. Can bəsdir, ciddi ol. Axırda salamlaşaq. Ciddi ciddi ol da. Mən ciddiyəm. Çox qurtardı, çox ciddi. Ən kim ciddi adam var həyatda. Necə özün haqqında danışdın. Mən Lev Tolstoy haqqında danışacağam. Lev Tolstoy'un şeirlərindən deyəcəm sizə. Necə bəs? Qoy yerinə kitabı danışırsın. Tərləməyə Allah haqqı. Şurada bəs danışdın. Bir daha dünyaya gəlsəydiniz bu sənədi seçərdiniz. Necə? O sonradan başlayın. Bəs dedin, qovacaqdır. Bu sənətə gəlməmişdən qabaq ümumiyyətlə. Özün kilirsən. Sən mənə baxma. Sən kəsəcək onsuz belə bizi. Aparatsız gəlmişsə gəl verir. Musiqi ilə məşğul. Yağmur. Biz bunu ciddi belli çəkə bilməyəcəyik. Biraz.